Bu videoda Dubaya turist kimi gəldiyinizdə bir gününüzü bir qəpik belə xərcləmədən necə keçirə bilərsiniz, onu sizə göstərəcəm. Deməli, ilk məkanımız Courtyard Cafe. Və belə bir lunchdur, qəşəng bir nargilə içərəm burada. Pizzadan aşağı istədiyimiz sifariş verə bilərəm. Menüdən də bir içəcək, su və nargilə. Hətta bunu da deyim sizə, bura bir nəfər də gətirə bilərsiniz. Əgər 2 nəfər gəlirsə Dubaya, yəni 2 nəfər gəlib burada pulsuz yeyib içib çıxıb gedə bilərsiniz. Hətta turist kimi gəldiyinizdə, amma onu videonun sonunda necə eləyəcəksiniz, onu da sizə baş salacağam. Videonun sonuna qədər izləyin. Pulsuz da qardaş, gəlin yeyin, için şəllənin. Deməli, yeməyə gəldim. Baxın. Aha, limonadım da gəldi. Süperdir. Çox əfsanə görünür. Qəşəng şaurma. Belə bir günorta yeməyi yemək üçün hardasa kişi başı ödəyəcəyiniz qiymət, əgər belə bir applicationdan gəlməsiniz, normal özünüz gedib otursanız, ən azı ödəyəcəksiniz 150-dir. Bəlkə də çox. Ona görə də, yəni əfsanədir. Fürsətdən yararlana bilərsiniz. Deməli, yeməyi məhv elədim. Nargiləni hələ içirəm. Yarım saatdan sonra gedirik çimərliyə. Əgər şənbə bazar gələcəksinizsə bura, maşınla Kayıtbiçə tövsiyə eləmirəm. Çünki baxın, hər tərəfdə maşınlar və mən də 5 dəqiqədir fırlanıram burada. Yer tala bilmirəm. Baxın, hər tərəfdə maşın doludur. Taksi ilə gəlməmiz daha məqsəd uyğundur. Ya da maşınla gəlsiniz əgər, hardasa uzaq yerdə saxlayın. Ya da burada 10-15 dəqiqə fırlanacaqsınız ki, hər hansı bir maşın çıxsın, şansınıza o da çıxsa və siz onun yerinə girəsiniz. Yəni belənçin. 15 dəqiqə fırlandıqdan sonra, çünki parking tapa bilmirdim, belə bir yerdə maşını park elədim. Polis gəldimə yaza bilərmi? Yaza bilər, amma artıq o da vecimə deyil. Amma hər halda Kayıtbiç qəşəngdir. Bura gələ bilərsiniz. Boom. Deməli, Kayıtbiçdən sonra saat 5-də cim var. Girişi çox baha olan bir cimdir. Amma biz necə girəcəyik? Təbii ki, pulsuz. Pulsuz girəcəyik. Çox yorulmuşdum. Səhər tezdən dur, ora gel, bura gel. Bir saat yattım burada. Doludur insan burada, dolu. Baxın. Hər tərəf doludur. Pulsuz girəcəyik. Və çimərlikdən sonra idman outfitimi geyindim. İndi gedirik pulsuz Dubayın ən bahalı cimlərindən birinə. Let's go. Pulsuz girəcəyik. Deməli, məşq zamanı nəfəs almağımızı asanlaşdıran burun bandımızı da taxırıq. Süper. Təbii ki, içəridə rasxodu eləməmək üçün suyumuzu da götürürük. Gedirik məşqə. Bu cim One Rebel adlanır və DIFC bölgəsində yerləşir. Təbii ki, Dubayın ən luxury bölgələrindən birisi olan qrup məşqlərinə gəlirəm burada. Əfsanədir, çox qəşəngdir. Dubaya gəldiyinizdə, qəbirə gəlməyirsiniz, təbii ki, indi istifadə edə bilərsiniz. Deməli, məşqimizi elədik, duşumu aldım, maşının içində paltarlarımı dəyişdirdim. İndi gəlmişəm axşam yeməyinə. Pulsuz girəcəyik. Pulsuz bir gün Dubayda necə keçirə bilərik vloqunu davam edirik. Görək burada bizi nələr qarşılayır. Və siz də Dubaya gələndə eynisini kopya edə bilərsiniz. Yəni Dubaya yeni köçmüsünüz və yaxud da ki Dubaya turist kimi gələcəksiniz. Mənim elədiyimin eynisini addım-addım edə bilərsiniz. Hələ buradasınız. Deməli, videonun bu hissəsini izləyən 3 nəfərə məndən $50 sadəcə bu hissəni screenshot eləyin, mənə Instagramdan göndərin. Uşaqlar, yeni Dubaya gəldiyimdə bu proqramdan istifadə eləmişdim mən. Amma həqiqətən son 2 ildə bu proqramdan heç istifadə eləmirdim. Yəni, pulsuz yemək içməyə, pulsuz restoranlara getmirdim konkret. Sadəcə öz cürümdən xərclədim. Amma həqiqətən bugün çox qəşəng keçdi. Bir köpük xərcləmədən sadəcə parking ödəmişəm 30 dirəm. Всё. Başqa heç bir şey ödəməmişəm. Bir də təbii ki, maşınım var, maşınla getmişəm sağa sola. Yəni inanın ki, bir köpük xərcləməmişəm bugün. Və Dubaya gəldiyinizdə siz də bu applicationdan istifadə edib belə qəşəng restoranlara gələ bilərsiniz, cimə gedə bilərsiniz, beach clublara gedə bilərsiniz, istədiyiniz hər yerə gedə bilərsiniz. Mütləq şəkildə bu videonu izləyin sona qədər. Sonda bunu necə eləyə bilərsiniz Dubaya gəldiyinizdə, turist kimi gəldiyinizdə və yaxud da ki, yeni gəlmişsiniz, köçmüsünüz Dubaya. Necə eləyə bilərsiniz addım-addım göstərəcəm. İzləmədə qalın. Çox əfsanə keçir gün. Həqiqətən pul xərcləmədən çox ləzzətli olur. Əfsanə, 0 manat.
Bu günü burada yekunlaşdırırıq. Əgər siz də Dubaya gəlmək istəyirsinizsə, əgər burada iş tapmaq istəyirsinizsə, burada köçmək istəyirsinizsə, burada hər hansı bir biznes açmaq istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz. Dediyim kimi, konsultasiyamızı pulsuz eləyə bilərəm. Lakin əgər özünüz bura gəlib iş tapmaq istəyirsinizsə, Dubay bələdçisi paketi, Dubay bələdçisi kitabçası hazırlamışam. Videonun açıqlamalar qismindən link əldə edə bilərsiniz və yaxud da ki TikTok və yaxud da ki Instagram hesabının bio bölməsindən link əldə edib, oradan Dubay bələdçisi kitabçasını əldə edib, Dubaya gəlmək üçün hansı addımları izləmək lazımdır, hansı addımları izləsəniz buradan müvəffəqiyyətli olarsınız, onları öyrənəcəksiniz. Sadəcə 16 dollardır. İndi bu dəqiqə gedin videonun açıqlamalar qisminə və Dubay bələdçisi paketini əldə edin. Təşəkkür edirəm. Videonu dostlarınızla, yaxınlarınızla paylaşmağı və kanala abunə olmağı unutmayın. Təşəkkürlər. Deməli, bir gün öncədən sabahsı günü planlayıram və The Secret Society proqramında girirsiniz bura, pulsuz The Secret Society proqramını yüklədiniz telefonunuza və burada My Events'lərə girirsiniz. Gördüyünüz kimi sabaha deməli ilk öncə lunch'a gedəcəyik. Lunch free 2 nəfər. Ondan sonra saat 1-də gedəcəyik ora, saat 3-ə qədər lunch olacaq, günorta yeməyi. Ondan sonra saat 5-də cimə gedəcəyik, fitness, bir neçə saat orada. Lunchla gym arasında beach eləyəcəyik və ondan sonra da gymdən sonra saat 9-da axşam yeməyinə gedəcəyik. Bunların hamısı pulsuz olacaq. Həqiqətən Dubayda pulsuz yaşamaq da mümkündür.